Salam, hörmətli izləyicilər. Bugün mən sizə kan xəstəliyi, pantatenal knaz əlamətləri, neyrodegenerativ irsi pozğunluqla gedən və proqressivləşmə ilə müşayiət olunan xəstəlik haqqında danışacağım. Bu, orqanizmdə dəmirin yığılması, əsasən beyində dəmirin yığılması ilə əmələ gələn irsi xəstəlikdir. Bu zaman pantatenal knaz 2 fermenti kodlaşdırılır və bu ferment hüceyrələrdə koenzim A sintezində mühüm rol oynayır. Mutasiya nəticəsində dəmir istehsalında pozğunluq baş verir, bazal qanqliyalarda və beyində nə yığılır? Dəmir yığılır. Bu zaman əlamətləri nə olur? Proqressiv distaniya, əl və ayaqda bədənin burulma hərəkətləri, əzələ sərtliyi, Parkinsonun əlamətləri, belə ki, hərəkətlərdə yavaşıma, əzələ tonusunun artması, əllərdə əsmə, tremor, hərəkət pozğunluğu, göz dibinin distaniyası, göz bəbəkləri qeyri-iradi yuxarıya doğru fırlanır. Bu şəkildə də görürsünüz. Danışıq, udma pozulur, koordinasiya itir, zəka geriliyi yaranır, nitq pozğunluğu yaranır, getdikcə udma aktı pozulur, xəstənin nitqi yoxa çıxır və xəstə ağır vəziyyətə düşür. Xəstəliyin müalicəsi simptomatikdir. Bu gün hələ onun tam müalicəsi tapılmayıb. Lakin xəstəliyin gedişini ləngitmək, xəstənin ömrünü uzatmaq məqsədi ilə nitq terapiyası, qida, deməli, udma terapiyası, dəmirin orqanizmə yığılmasının qarşısını almaq, orqanizmdən xaric olmasını sürətləndirmək və fizioterapiya əsas müalicələrə daxildir.